Hər vaxtınız xeyir olsun, dəyərli yoldaşlar. Dövlət qulluğu haqqında qanun, maddə 29. Çox diqqətlə dinləyin məni. 30-35 dəqiqəlik bir video izah olacaq. Siz burada bilmədiyiniz incə məqamları öyrənmiş olacaqsınız. Əminəm ki, bütün suallarınızın cavabı rekordun sonunda öz əksini tapmış olacaq. 29-cu maddənin izahına keçməmişdən öncə mən sizə kiçik bir xatırlatma etmək istəyirəm. Hansı ki, siz dövlət qulu haqqında qanunla ilk tanış olanda bunları öyrənmisiniz əslində. Müsabiqənin nə olduğunu bilməlisiniz. Müsahibənin nə olduğunu, yəni daxili müsahibənin və ümumi müsahibənin nə olduğunu bilməlisiniz. Bir daha təkrar deyirəm. Siz müsabiqənin nə olduğunu bilməlisiniz, daxili müsahibənin nə olduğunu bilməlisiniz və ümumi müsahibənin nə olduğunu bilməlisiniz. Artıq siz məncə bu rekorda baxırsınızsa, kateqoriyanın nə olduğunu, təsnifatın nə olduğunu, ixtisas dərəcəsinin nə olduğunu bilirsiniz. Yəni hər bir kateqoriyada işləyən adamın özünə məxsus bir təsnifatı var. Aydındır? Məncə bunlardan artıq məlumatlısınız. İndi gəlin baxaq ki, müsabiqə nədir? Mənim gözəl dostlarım, müsabiqə bir prosesdir. Dövlət qulluğunda inzibati vəzifənin tutulma məqsədi ilə keçirilən prosesdir. Bəs müsabiqə hansı mərhələlərdən ibarətdir? Yəni müsabiqə bir mərhələdən ibarət deyil. Müsabiqə iki mərhələdən ibarətdir. Siz bu gün test imtahanına hazırlaşırsınızsa, mənim gözəl dostlarım, bax siz müsabiqənin test imtahanına hazırlaşırsınız. Aydın oldu? Allahın izni ilə inşallah müsabiqənin test imtahanından uğurlu olduqdan sonra hazırlaşacağınız o müsahibə var. Deyəcəksin, müəllim, müsahibəyə hazırlaşırıq biz. Bax, o müsahibənin adı var. O, müsabiqənin müsahibə mərhələsidir. Yəni, daxili müsahibə deyil. Ümumi müsahibə də deyil. Çünki bizdə uşaqlar, diqqətlə dinləyin, 3 növ müsahibə var. Nədir o 3 növ müsahibə? 1. Müsabiqənin müsahibə mərhələsi, daxili müsahibə, ümumi müsahibə. 29-cu maddəni ideal bir platformada mənimsəmək istəyirsinizsə əgər, bu üç meyarı çox diqqətli öyrənməlisiniz. Deməli, necə oldu bizdə? Müsabiqə iki mərhələdən ibarət bir prosesdir. Test imtahanından və müsahibədən ibarətdir. Mən bu gün nə edirəm? Müsabiqənin test imtahanına hazırlaşıram. Uğurlu olandan sonra nə edəcəm? Müsabiqənin müsahibə mərhələsinə hazırlaşacağam. Bu getdi. Və bunu adətən kimlər eləyir? Yəni müsabiqəyə kimlər hazırlaşır? Yəni ilk dəfə dövlət qulluğuna işə qəbul olmaq istəyənlər, heç bir iş stajı olmayan, vaxtilə dövlət qulluqçusu olmamış, aydın oldu, yəni o müsabiqəyə hazırlaşır həmin adam. Çünki nə daxili müsahibədə iştirak edə bilməz həmin adam, nə ümumi müsahibədə. Çünki bunların özünə məxsus tələbləri var. Heç bir iş stajın yoxdursa əgər sənin, sən müsabiqəyə hazırlaşırsan. Müsabiqə də nədir? Test imtahanı və müsahibədən ibarətdir. Testindən uğurlu oldun, keçirsən müsabiqənin müsahibə mərhələsinə. Bu belə. Bəs daxili müsahibə nədir? Adından göründüyü kimi, daxili müsahibə, yəni məncə tutmaq olur da bu orqanın daxilində işləməlisən ki, sən onun müsahibəsində iştirak edə biləsən, yəni. Və test deyə bir anlayış yoxdur, yəni bu müsahibədir sırf, yəni. Bəs daxili müsahibə hansı vəzifənin tutulması üçündür? Burada kimlər iştirak edə bilər? Gəlin təhlil edək. Deməli bu xətt bilirsiniz də nə deməkdir? Yəni bəzən tələbələr elə bilir ki, 1 və 5-ci kateqoriya. Xeyr, 1, 2, 3, 4, 5-ci. Aydın oldu yəni. Deməli birinci, ikinci, üçüncü, dördüncü, beşinci kateqoriya dövlət orqanında inzibati vəzifənin bu da həmin qayda, yəni birinci, yeddinci o deməkdir ki, 1, 2, 3, 4, 5, 6, 7 uyğun olan vakant vəzifənin tutulması üçün keçirilən bir müsahibədir. Deməli, gözəl dostlarım, daxili müsahibə hansı kateqoriya dövlət orqanında və hansı təsnifatlara uyğun olan bir vəzifənin tutulması üçün keçirilən müsahibə oldu. Deməli, deyəcəyik ki, daxili müsahibə 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanlarında 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci təsnifatlara uyğun olan vakant vəzifənin tutulması üçün keçirilən bir müsahibədir. Всё. Bəs orada kimlər iştirak edə bilər? Gəlin baxaq. Həmin dövlət orqanlarında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan bir müsahibədir. İndi mən sizə bunun izahını deyəcəm nə demək istəyir bizə. Həmin dövlət orqanında qulluq keçən, tutaq ki, Maliyyə Nazirliyi bir daxili müsahibə elan edibdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən kimsə gəlib orada iştirak edə bilməz. Adına baxın. Daxili müsahibə. Deməli, mən daxili müsahibədə iştirak etmək üçün həmin o Maliyyə Nazirliyinin özündə işləməliyəm. Aydın oldu? Nə yazıb? Həmin dövlət orqanında inzibati vəzifədə qulluq keçməliyəm. Aydın oldu?
Və mənə nə deyir? İnzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəm olmalıdır. Orada iştirak etmək üçün. Bəs bu cümlə nə deməkdir? Mən demədim ki, sizə Maliyyə Naziri bir vakant yer verib. Yəni daxili müsahibə. Ola bilər mən Maliyyə Nazirliyində işləyirəm. Gəlin bir dənə 16-cı maddəyə baxın. Bax çox diqqətlə baxın, başa düşəcəksiniz məni. Yəni həmin o vəzifəyə uyğun ixtisas dərəcəsi nə deməkdir? Tutaq ki, mən bu cədvəllə bağlı izahımı görmüsünüz. Mən 5-ci təsnifatda işləyirəm. Aydın oldu. 2-ci dərəcə dövlət qulluqçusuyam. 5-ci təsnifatda işləyirəm. 2-ci dərəcə dövlət qulluqçusuyam. Maliyyə Nazirliyində işləyirəm. Və Maliyyə Naziri bir dənə daxili müsahibə elan elədi. Daxili müsahibə elan elədiyi vəzifənin də təsnifatı 4-cü təsnifatdır. İndi mən burada iştirak eləyə bilərəm? Yox. Niyə eləyə bilmərəm? Axı mənim 4-cü təsnifata uyğun ixtisas dərəcəm yoxdur axı. Mən təkrar deyirəm. Mən 5-ci təsnifatın 2-ci dərəcə dövlət qulluqçusuyam. Maliyyə Nazirliyində. Maliyyə Nazirliyində götürdü bir dənə vakant yer elan elədi. Daxili müsahibə ilə. Orqan işçisiyəm. İştirak etmək hüququm var. Amma mənim həmin o təsnifata uyğun ixtisas dərəcəm olmalıdır axı. Başa düşürsüz də yəqin ki, Maliyyə Nazirliyinin vakant verdiyi yerin təsnifatı 4-dür. Mən də 5-in 2-ci dərəcə dövlət qulluqçusuyam. Mən gəlib burada iştirak edə bilərəm bu müsahibədə? Yox. Buna uyğun ixtisas dərəcəm yoxdur. Yəqin ki, aydındır. Amma gəlin belə bir misal çəkək. Mən 5-ci təsnifatda Maliyyə Nazirliyində işləyirəm. 1-ci dərəcə dövlət qulluqçusuyam. Və Maliyyə Nazirliyi daxili müsahibə elan elədi. Baxıram elədiyi müsahibə neçənci təsnifatdır? 4-dür. Və mənim 4-ə uyğun ixtisas dərəcəm varmı? Var da, niyə yoxdur? 4-də 1-ci dərəcə dövlət qulluqçusu yoxdur ki? Var. Mən də 5-in biriyəm. Deməli, mən bu orqanın verdiyi vakant yerdə iştirak edə bilərəm. Ümid edirəm ki, heç kimə qaranlıq qalmadı bu. Yəni o çıxan vakant yerin təsnifatına uyğun ixtisas dərəcən olmalıdır ki, ora müraciət eləyə biləsən. Sən misal üçün 6-cı təsnifatda işləyirsən, 3-cü dərəcə dövlət qulluqçususan. İşlədiyin orqan da misal üçün bir daxili müsahibə elan elədi və həmin o daxili müsahibənin təsnifatı 5-dir. Sən bunda məntiqlə fikirləş də, gedib necə iştirak edə bilərsən? Axı sənin 5-ə uyğun ixtisas dərəcən yoxdur. Sənin ixtisas dərəcən 3-dür. 2 olsa sən deyəndir. Çünki 5-də 2 var. Aydın oldu? 1 olsa yenə sən deyəndir. Çünki 5-də 1 var. Gedib işləyə bilərsən. Üzr istəyirəm. Yəni iştirak edə bilərsən orada. Həmin o daxili müsahibədə. Bunu məncə hamınız başa düşdünüz. Keçək nəyə? Bir saniyə qaldığımız yerdən mən sizə deyim daxili müsahibənin mənasını. Aha, bunu bildik. Bir də uşaqlar, nə deyirdi? İnzibati vəzifədə qulluq keçəni izah elədim sizə. İnzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularında izah elədim. Bir də bu qanunun, dövlət qulluğu haqqında qanunun 28.12-ci maddəsinin 2-ci hissəsi var ki, həmin orada müəyyən olunan vəzifənin tutulması daxili müsahibə ilə həyata keçirilir. Siz bunu qəşəng başa düşəsiniz deyə gəlin bir dənə gedək orada baxaq. Bax nə yazıb? 28.12-ci maddənin 2-ci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibə. 28.12-ci maddə, 28.12-nin 2-ci hissəsi əslində bilirsiniz, çətin bir şey deyil. Mən sizə xatırlatma eləyəcəm sadəcə. Çünki bunlar hamısı bizə 29-da köməkdir, ha, xəbəriniz olsun. Aydındır? Bax mənim gözəl dostlarım, 28.12-ci maddə budur. Bunun bu maddənin, yəni İkinci hissəsində qeyd olunan vəzifə daxili müsahibə ilə tutulur. Bax, bu vəzifədən söhbət edir. Gəlin bunu bir dənə təhlil edək. Görək hansı vəzifədir. Deməli, birinci, ikinci, üçüncü kateqoriya dövlət orqanlarında inzibati vəzifənin birinci, ikinci, üçüncü təsnifatına uyğun olan vəzifələr. Buna hələ baxmayın, qoyun kənara. Təkrar deyirəm sizə. Birinci, ikinci, üçüncü kateqoriya dövlət orqanında. İnzibati vəzifənin təsnifatı da 1, 2, 3-dürsə, mən belə bir vəzifə tutmaq istəyirəmsə, bu daxili müsahibə ilə həyata keçirilir. Aydındır? Tutaq ki, mən birinci kateqoriya dövlət orqanı hesablama palatasında birinci təsnifat üzrə bir vəzifəyə qəbul olmaq istəyirəm. Necə olacam? Daxili müsahibə əsasında. Всё. Amma istisna var. Hansı orqanlarda istisnadır? Müvafiq icra hakimiyyəti orqanı, yəni Bakı şəhər icra hakimiyyəti orqanında, bir də xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqdan. Nəyə görə bunu mənə istisna kimi veribdi? Siz 29-cu maddədə bunu gözəl biləcəksiniz. Çünki burada vəzifələr başqa cür tutulur.
Bakı şəhər İcra Hakimiyyəti ikinci kateqoriya dövlət orqanıdır. Xarici ölkədə ticarət nümayəndəsi olan orqan da üçüncü kateqoriya dövlət orqanıdır. Düzdür? Bunlar deyil istisnadır. Bunları qoy kənara. Başqa bu 1, 2, 3-cü kateqoriya dövlət orqanıdır. Nə qədər orqan yoxdur, həmin o orqanlarda 1, 2, 3 təsnifat üzrə vəzifə tutmaq istəyirsənsə, daxili müsahibə ilə tutursan. Всё. Bura baxıram. Habelə ikinci kateqoriya dövlət orqanında, müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifənin dördüncü təsnifatına uyğun olan vəzifələrə, yəni ikinci kateqoriya dövlət orqanında sən dördüncü təsnifata uyğun vəzifə tutmaq istəyirsənsə, bu da daxili müsahibə əsasında həyata keçiriləcək və sənə açıqlayıbdır hansı vəzifə olduğunu. Struktur bölmə rəhbərləri, həmin dövlət orqanı rəhbərinin müşaviri, köməkçiləri, bir də bu qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq müəyyən edilən daxili müsahibə. 29.3-də bunu biləcəksiniz ətraflı formada. Narahat olmayın. Siz deməli buradan bir dənə nəyi bildiniz? Bildiniz ki, 1, 2, 3 kateqoriya dövlət orqanlarında 1, 2, 3-cü təsnifata uyğun vəzifə tutmaq istəyirəmsə, necə tuturam? Daxili müsahibə əsasında. Habelə ikinci kateqoriya dövlət orqanında dördüncü təsnifata uyğun vəzifə tutmaq istəyirəmsə, onu necə tuturam? O da daxili müsahibə əsasında. Və sənə açıqlayıb ha, ikinci kateqoriya dövlət orqanında hansı vəzifə olduqlarını da. Struktur bölmə rəhbərləri, dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri. Bunlar deyir dördüncü təsnifat eləyir. Və bu necə tutulur? Daxili müsahibə əsasında. Şu, sadə bir cümlədir. Qayıdıram indi o daxili müsahibənin yerinə. Bax, özünüz də oxuyanda bunu belə uyğunlaşdırın ki, o istinadları siz görə biləsiniz orada. Aydındır? Onda ki, tam anlaşılan olacaq sizin üçün. Baxın, daxili müsahibə ilə problemi həll elədim. Mənə deyildi ki, 28.12-ci maddənin ikinci hissəsində müəyyən edilmiş vəzifələr. Getdim, baxdım da, bir dənə də sizin üçün qeyd edirəm. Hansı idi? 1, 2, 3. Kateqoriya dövlət orqanlarında 1, 2, 3. Təsnifata uyğun vəzifə. Bir də ikinci kateqoriya dövlət orqanında dördüncü təsnifata uyğun olan vəzifə. Bu vəzifələr daxili müsahibə ilə keçirilirdi. Всё. Daxili müsahibədə kimlər iştirak edə bilər? Sizə demişdim bayaqları. Burada dedik onu. Bəs ümumi müsahibə nədir? Gəlin ona baxaq. Ümumi müsahibə yenə həmin şeydir. 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında artıq 1-dən 7-yə qədər yox. 4-cü, 5-ci, 6-cı, 7-ci təsnifata uyğun olan vəzifənin keçirilməsi üçün nəzərdə tutulan bir müsahibədir. Yəni vəzifənin tutulması üçün. Deməli, ümumi müsahibədə kateqoriyam yenə həmin şeydir. 1-dən 5-ə qədər kateqoriyadır, amma təsnifatım 4, 5, 6, 7-ci təsnifata uyğundur. Aydın oldu. Həmin və dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları. Deməli, mən öyrənirəm ki, ümumi müsahibədə hansı kateqoriya və hansı təsnifata uyğun vəzifə var və burada kimlər iştirak edə bilər? Deməli, ümumi müsahibədə 1, 2, 3, 4, 5 kateqoriya dövlət orqanında 4, 5, 6, 7-ci təsnifata uyğun vəzifə tutmaq istəyirsənsə, bu ümumi müsahibə ilə tutulur. Bəs burada kim iştirak edə bilər? Həmin o ümumi müsahibənin elan olunduğu hansı dövlət orqanı ümumi müsahibə elan eləməyibdir? Həmin o orqanda işləyən adam və yaxud başqa bir digər dövlət orqanında inzibati vəzifədə qulluq keçən dövlət qulluqçusu. Amma daxili müsahibədə belə bir şey var idi? Yox idi. Daxili müsahibədə həmin orqanın özündə qulluq keçən idi. Amma ümumidə deyil ki, şərt deyil orqanın özündə qulluq keçən olsun. Digər dövlət orqanında inzibati vəzifə qulluq keçən bir dostumuz da gələ bilər. Tutaq ki, Maliyyə Nazirliyi ümumi bir müsahibə elan edibdi. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində bir işçi gəlib ora müraciət edə bilər, əgər şərtlərə uyğundursa. Aydın oldu? Çünki bu ümumidir. Daha sonra nə deyirdi mənə? Və inzibati vəzifənin təsnifatına uyğun da ixtisas dərəcəsi olan dövlət qulluqçusu. İnzibati vəzifənin də təsnifatına uyğun ixtisas dərəcəsi məncə bildiniz də, yəni siz. 4-cü təsnifatdırsa bu, sən 5-də işləyirsənsə əgər, sənin ixtisas dərəcən oradakı təsnifata uyğun olmalıdır. Aydın oldu? 4-cü təsnifata uyğun bir ixtisas dərəcən olmalıdır. Yoxdursa, ora necə müraciət edirsən sən? Gərək ixtisas dərəcəsi alasan ki, müraciət edə biləsən. Habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, həmçinin bu qanunun 29.3-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutmuş digər şəxslər tərəfindən tutulması məqsədilə keçirilən bir müsahibədir. İnşallah 29.3-ü orada biləcəksiniz geniş platformada. Nəticə etibarilə mən bildiyim ki, ümumi müsahibədə kim iştirak edə bildi? Həmin dövlət orqanında, yəni ümumi müsahibənin elan olunduğu dövlət orqanında işləyən adam.
və yaxud digər dövlət orqanında inzibati vəzifə qulluq keçən, inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dostumuz orada iştirak edə bilər. Habelə azı 5 il qulluq stajın olmalıdır sənin. İnzibati vəzifə üzrə, ha, aydın oldu. Dövlət orqanında inzibati vəzifə üzrə azı 5 il qulluq stajın olmalıdır. Çalışmalısan ki, ümumi müsahibədə iştirak edə biləsən. Ümid edirəm ki, mən sizə daxili müsahibəni, ümumi müsahibəni və müsabiqəni başa sala bildim. Bunları ideal bir formatda bildinizsə, 29-cu maddədə bizim çətinliyimiz olmayacaq. Diqqətlə dinləyin, maddə 29-un izahını təqdim edirəm sizə. Deməli, maddə 29. Maddə 29. İnzibati vəzifənin tutulması. Mənim gözəl dostlarım, bax mən nəyə görə sizə onları xatırlatdım? Çünki biz burada öyrənəndə görəcəyik ki, burada bəzi vəzifələr daxili müsahibə iləndir, bəzi vəzifələr ümumi müsahibə iləndir, bəzi vəzifələr müsabiqə ilə keçirilir. Siz o üç meyarı ideal formada biləndən sonra burada sizə çətin heç nə yoxdur. Ali kateqoriya dövlət orqanında inzibati vəzifənin ali 1, 2, 3-cü təsnifatına uyğun vəzifənin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. Bir kəlmə. Deməli, mən bir ali kateqoriya dövlət orqanında ali 1, 2, 3-cü təsnifata uyğun vəzifə tutmaq istəyirəm. Bayaqdan biz nə öyrənirdik? Dedim axı mən sizə, maddə 29-da vəzifələr necə tutulur, onu öyrənəcəksiniz. Bir mənalı şəkildə ali kateqoriya dövlət orqanında ali 1, 2, 3-cü təsnifata uyğun vəzifə tutmaq istəyirsənsə, bu müsahibə keçirilməklə olur və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. Nöqtə. Keçirəm indi 1-5 məsələsinə. Çox diqqətli olun. Birinci, beşinci, yəni bilirsiniz də birdən beşə qədər hamısı. Dövlət orqanlarında hələ ki istisnaya baxmırsınız. Mötərizənin özünü sonra sizə deyəcəm. Deməli, birinci, beşinci kateqoriya dövlət orqanlarında, yəni 1, 2, 3, 4, 5-ci inzibati vəzifənin birinci və 7-ci, yəni arada hamısı daxildir, bilirsiniz artıq. Təsnifatına uyğun olan vəzifənin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə, artıq müsabiqənin nə olduğunu bilirsiniz. Müsabiqə də 28-ci maddədə öyrənmisiniz. Və ya iki yol var. Bu qanunun dövlət qulu haqqında qanunun 29.3 və 29.9-cu aralıqda, yəni maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. Deyək, Say müəllim, indi bu qaranlıq qaldı. Diqqətlə dinləyirsiniz məni. Bax, mənim gözəl dostum, mənə deyir ki, 1, 2, 3, 4, 5 kateqoriya dövlət orqanında, bax nə deyir? 1, 2, 3, 4, 5, 6, 7-ci təsnifata uyğun sən vəzifə tutmaq istəyirsən. Bu necə olur? Dövlət orqanı rəhbərinin qərarı əsasında müsabiqə ilə tutulur. Nöqtə. Və ya müsahibə yolu ilə həyata keçirilir. Ümid edirəm ki, aydın oldu. Bu müsahibənin də daxili ya ümumi olduğunu sənə açıqlamır. İkisi də ola bilər. Ya daxili ola bilər, ya ümumi ola bilər. Sadəcə müsahibə deyir. Siz deməli nəyi bilməlisiniz buradan? Bilməlisiniz ki, 1-dən 5-ci kateqoriyaya qədər dövlət orqanında 1 və 7-ci təsnifatına qədər vəzifə tutmaq istəyirsənsə, bu müsabiqə ilə həyata keçirilir. Müsabiqə də bildinizdə nə idi? Bayaq öyrətdim. Test və müsabiqədən ibarətdir. Yəni birinci yol budur, müsabiqə yolu. Yox, bu alınmırsa ikinci bir halımız var, müsahibə ilə həyata keçirilir. Həmin o müsahibədə 29.3-dən 29.9 aralığındakı məsələni siz indi aşağıda özünüz görəcəksiniz zaten. Aydın oldu? Bu getdi. 1-5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifənin 1-ci 7-ci təsnifatına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Şolar, sadə bir cümlədir də. Bayaq demədim ki, mən sizə 1, 2, 3, 4, 5 və 1, 2, 3, 4, 5, 6, 7-ci təsnifata uyğun olan bir vəzifədir. Bu vəzifə necə tutulacaq? Dövlət orqanı rəhbərinin qərarı əsasında ya müsabiqə ilə tutulacaq, ya da müsahibə ilə. Düzdür? İndi də mənə deyir ki,
vəzifənin tutulması üçün gərək bir vakant olsun da dövlət orqanında. Mənə deyir ki, həmin bu yer, vakant yer olanda dövlət orqanının rəhbərliyi nə etməlidir? Həmin o vakant yarandığı gündən bir ay müddətində o vəzifə necə tutula bilər? Baxın görün nə yazıb, və mənasını dərk edin. Bax 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında 1, 2, 3, 4, 5, 6, 7-ci təsnifata uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində orqan rəhbərliyi nə etməlidir? Bu vəzifənin tutulması necə olacaq? Ya müsabiqə ilə olacaq, yuxarıda da onu deyirdi də mənə. Ümumi müsahibə ilə olacaq ya da daxili müsahibə ilə. Burada müsahibə yazmışdı. Müsahibə birisi də daxili ola bilər, ümumi ola bilər. Burada da açıqlayıbdı məni. Deyir ya ümumi müsahibə ilə tutulacaq bu və ya daxili müsahibə ilə keçilməsi barədə qərar qəbul etməlidir. Yəni dövlət orqanında vakant yer yarandısa, dövlət orqanının rəhbəri həmin onun yarandığı gündən bir ay ərzində həmin o vakant yerin necə tutulacağı ilə bağlı qərar qəbul etməlidir. O da 3 növ tutula bilər də: müsabiqə, ümumi müsahibə və ya daxili müsahibə ilə. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, yəni prezidentimizin yaratdığı qurum DİM-dir. Dövlət İmtahan Mərkəzi. Müsabiqənin, müsahibənin, yəni onu demək istəyir və bu barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibənin ədalətli, şəffaf, operativ şəkildə keçirilməsini təmin etməlidir. Uşaqlar, vakant vəzifə tutulmurdu, elan olunmamışdı. Dövlət İmtahan Mərkəzi, yəni prezidentin yaratdığı qurum bir o, bir də bu vakant hansı vəzifədə, bu vakant vəzifə hansı orqanda olubsa, həmin orqan nə etməlidir? Müsabiqənin və müsahibələrin ədalətli, şəffaf, operativ keçirilməsini təmin etməlidir. Deməli, bu müsabiqə nəyə görə yazıb? Yəni bilirsiniz də bu vəzifə təkrar edirəm. Bax burada sadaladığım vəzifə 3 yolla tutulurdu da. Bir, müsabiqə yolu ilə dedi. Sonra dedi ümumi müsahibə və ya daxili müsahibə. Aydın oldu? Burada da onu deyir ki, yəni müsabiqənin müsahibə mərhələsi, daha sonra müsabiqənin, yəni müsahibə mərhələsi barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf, operativ keçirilməsini təmin etməlidir. Kim eləməlidir bunu? DİM-lə vakant yerin elan olduğu orqan rəhbəri. İkisi bir yerdə. Ümid edirəm ki, qaranlıq bir məqam qalmır. Nəsə bir qaranlıq məqam qalsa, mütləq şəkildə kommentariya qeyd eləyərsiniz. Aydın oldu? Keçdik bura. Dövlət qulluqçusu mötərizənin içindəki istisnaya hələ ki baxmayın. Yadda saxlayın. Həmişə istisnanı bizə verilən ifadəni oxuyun, mənasını dərk edin, sonra istisnasını oxuyun. Birdən-birə istisnanı oxumayın, beyniniz qarışacaq. Dövlət qulluqçusu qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı eyni olan vəzifəyə keçirilərkən, bu maddənin müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir. Maddə 29 nədir? İnzibati vəzifənin tutulmasıdır, düzdür? Bax, mənə nə deyir burada? Deyir, dövlət qulluqçusu qulluq keçdiyi orqanda, yəni işlədiyi orqanda öz razılığı ilə aşağı bir vəzifəyə keçirilir. Habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, yəni tutduğum inzibati vəzifəmin təsnifatı hansıdırsa, o təsnifata uyğun olur. Vəzifəmin adı da eyni olan bir vəzifəyə keçirilirəm. Yəni dəyişən heç nə yoxdur. Burada dəyişən nəsə var ki, sadəcə öz razılığımdan aşağı vəzifəyə keçirilirəm. Bu bir haldır. İkinci versiyada mənə deyir ki, tutduğum vəzifəmin, tutaq ki, 4-cü təsnifatdır. Təsnifatıma uyğun olur. Yenə 4-də qalmaq şərti ilə, yəni bir də vəzifəmin adı eyni olur. Başqa vəzifəyə keçirilirəm də. O zaman yəni bu maddənin 29-cu maddə mənə tətbiq olunmayacaq. Aydın oldu? Deməli 29-cu maddə mənə nə zaman tətbiq olunmur? Öz razılığımla aşağı vəzifəyə keçiriləndə, bir də ki təsnifatım qalır, təsnifatıma uyğun, yəni bir vəzifəyə gedirəm, vəzifəmin də adı eyni olur. Diqqətli olun, birdən fərqli yazar ha. Eyni olanda bu maddə mənə tətbiq olunmur. Amma istisna hal var. Hansı haldır? 2 il müddətində bu qanunun 28.12-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçulara istisna olmaqla. Müəllim, 28.12-ci maddənin 2-ci hissəsi nə idi? Bayaq baxdıq da, 28.12-nin 2-ci hissəsi nə idi? Demirdi sizə 1, 2, 3 kateqoriya dövlət orqanında 1, 2, 3 təsnifata uyğun olan vəzifə necə tutulurdu? Daxili müsahibə ilə. Bir də nə deyirdi? Deyirdi ikinci kateqoriya dövlət orqanının 4-cü təsnifatına uyğun olan vəzifə. O necə tutulurdu? Daxili müsahibə ilə. Bax, həmin vəzifələrdən söhbət edir. Əgər 2 il müddətində o vəzifələr tutmusunuzsa, o istisnadır onda. Bu hal baş versə, burada sadaladığımız hal, bu maddə sizə tətbiq olunacaq. Aydın oldu, yəni. Bu istisnadır.
Yenə burada həmin istisna var. Mötərizənin içini yenə saxlayırsınız. Dövlət qulluqçusu bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət orqanı rəhbərinin qarşılıqlı razılığı ilə keçirilə bilər. Yenə istisnanı qoyursunuz kənara. İstisnaya hələ ki baxmayın. Bax, mən dövlət qulluqçusuyam, işləyirəm. Deyir, bu maddənin müddəaları tətbiq edilmədən, yəni 29-cu maddə yoxdur indi öyrəndiyimiz, onun müddəası mənə aid olmadan, digər dövlət orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə keçirilirəm. Necə? Həmin dövlət orqanları rəhbərinin qarşılıqlı razılığı ilə. Tutaq ki, mən bir Maliyyə Nazirliyində işləyirəm. Necə deyim sizə? Dördüncü təsnifatda. Buradan keçirəcəm məni hara? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə. Dördüncü təsnifata. Bu necə baş verəcək? Həmin dövlət orqanları rəhbərinin qarşılıqlı razılığı ilə keçirilə bilər. Aydın oldu. Yəni Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qarşılıqlı razılaşsalar, məni keçirdə bilərlər. Və yaxud da aşağı təsnifatdan olan vəzifəyə keçirilirəm. 4-də deyiləm, keçirilirəm 5-ə, 6-ya. Aydın oldu. Yəni bu zamanda bu maddənin müddəası 29-cu mənə tətbiq edilmir. Bu işlər, bu proseslər necə olur? Dövlət orqanı rəhbərlərinin qarşılıqlı razılığı ilə. Bunun da istisnatı yenə budur. 29-cu maddənin 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla. Siz artıq 28.12-ci maddənin 2-ci hissəsində uyğun olaraq tutulan vəzifələri bilirsiniz. Hər dəfə xatırladıram sizə. Hansı vəzifələr idi orada? 1, 2, 3-cü kateqoriya dövlət orqanında 1, 2, 3-cü təsnifata uyğun olan vəzifələr daxili müsahibə idi. Bir də 2-ci kateqoriya dövlət orqanının 4-cü təsnifatına uyğun olan vəzifələr daxili müsahibə. Bunlar istisnadır. Ümid edirəm ki, başa düşdünüz. Uşaqlar, yadınızdadırsa, bayaqları biz yerli icra hakimiyyəti orqanını, xarici ticarət nümayəndəsi istisna idi. Harda istisna idi? Bax burada. Dediyimə bu istisna qalsın. Diqqətlə baxın. Dediyimə isə burada 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanının 1, 2, 3, 4, 5, 6, 7-ci təsnifatına uyğun vəzifə tutmaq istəyirəmsə, bu vəzifəni necə tuta bilərdim? Ya müsabiqə ilə, ya da müsahibə yolu ilə. Düzdür? Amma nə istisnadır? Yerli icra hakimiyyəti orqanının rəhbərlərinin müavinləri, bir də xarici ölkəyə ticarət nümayəndəsi istisna idi. Niyə istisna idi? Çünki onların tutulma yolunu mən indi burada öyrənirəm. Bax, həmin o yerli icra ilə xarici ölkəyə ticarət nümayəndəsi buradakı kimi müsabiqə və müsahibə deyil. O başqa cürdür. Ona görə istisna veribdir. Bu maddə ilə bağlı mənim konspektim var. Məni səliqəli və diqqətlə dinləsəz, əmin olun ki, maddə sizə tam əhatəli formada çatacaq yəni. Aydındır? Deməli, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifəsi necə tutulur? Müsahibə keçirməklə və ya qulluqda yüksəliş yolu ilə. 29.13-cü maddənin müddəaları nəzərə alınmaqla. Onu inşallah sizə göstərəcəm ora çatanda. Deməli, mən nə öyrəndim? Yerli icra hakimiyyəti orqanının rəhbərlərinin müavinləri vəzifəsi necə tutulur? Müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə. Bir dənə də bura baxıram ki, xarici ölkədə ticarət nümayəndəsi vəzifəsinin tutulması necə olur? Müsahibə keçirməklə və ya qulluqda yüksəliş yolu ilə. Всё, bu da 29.12 nəzərə alınır. Onu da indi axırda özünüz biləcəksiniz. Yəni qəti formada narahat olmayın. Deməli, təkrar deyirəm. Bildiniz ki, yerli icra hakimiyyəti orqanının rəhbərlərinin müavinləri, bir də xarici ölkədə ticarət nümayəndəsi vəzifəsinin tutulması. İkisi də eyni yollandır. Müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilandır. Son dəfə də deyirəm, bunu niyə burada istisna kimi sənə veribdir? Axı onlar bunun kimi deyil. 1.5-in 1.7-ci təsnifatına uyğun olan vəzifə necə tuturdun sən? Müsabiqə ilə və ya müsahibə ilə. Düzdür? Amma bunlarda bax gör belə bir müsabiqə var burada. Yoxdur. Yerli icra ilə xarici ölkənin ticarət nümayəndəsi müsahibə keçirməklə və ya qulluqda yüksəlişdir. Всё. Baxırıq bura uşaqlar. Diqqətlə baxın. Ümumi müsahibə yolu ilə tutulan vəzifələrdən söhbət edirəm. Əslində bayaq mən sizə bunu ümumi müsahibədə xatırlatdım. Yadınızdadsa əgər. Dövlət qulu haqqında qanun maddə 1-də baxırdıq, həmin məsələdir yəni. Deməli, 1-ci, 5-ci kateqoriya dövlət orqanlarının inzibati vəzifəsinin 4 və 7-ci təsnifatına uyğun olan vəzifələr. İstisnaya baxmayın hələ ki. Nə deyir mənə? Deyir 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında 4, 5, 6, 7-ci təsnifata uyğun vəzifə tutmaq istəyirəmsə, həmin vəzifəni necə tuturam? Ümumi müsahibə yolu ilə həyata keçirəcəm. Aydın oldu? Bəs burada kimlər iştirak edə bilər? Həmin o ümumi müsahibədə.
Gəlin baxaq. Bayaq baxmışdıq əslində oradan. Burada da baxırıq. Həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları. Məncə artıq siz bunu bilirsiniz. Aydındır? Ha belə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış. Eləcə də bu qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq keçən xüsusi hərbi diplomatik rütbəsi olan. Ha belə həmin orqanlarda azı 5 il qulluq stajı olan və xüsusi hərbi diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Nəticə etibarilə mən 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında 4, 5, 6, 7-ci təsnifata uyğun vəzifə tutmaq istəyirəmsə, necə tuturam bu vəzifəni? Ümumi müsahibə ilə mənim gözəl dostlarım. Bəs bu ümumi müsahibədə kimlər iştirak edir? Həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları. Bunu bilirsiniz də, bayaq izahını vermişəm sizə. Bu nə deməkdir? Azı 5 il qulluq stajında bilirsiniz. 2.3-də xüsusi növ deməkdir. Yəni hərbi diplomatik rütbə. Aydın oldu? Ha belə həmin orqanlarda da azı 5 il qulluq stajı olan şəxslər ümumi müsahibədə iştirak edə bilər. Amma istisna var. İstisna nədir? İkinci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifənin 4-cü təsnifatına uyğun olan vəzifələr. Yəni struktur bölmə rəhbərləri, şöbə rəhbəri eyni şeydir. Bir də həmin dövlət orqanı rəhbərinin müşavir köməkçisi. Bunlar istisnadır. Çünki bu da daxildir axı 2-nin içərisinə. Nə mənada daxildir? Diqqətlə qulaq asın mənə. Mənə demir ki, burada 1, 2, 3, 4, 5-ci kateqoriyanın 4, 5, 6, 7-ci təsnifatına uyğun. Düzdür? Misal üçün götürürəm kateqoriya 2, təsnifatda 4. Mən deyərəm ümumi müsahibədə bu. Çünki kateqoriya olaraq 2-yə aiddir. Təsnifat da bu aralığa düşür də 4-ə düşür. Düzdür? Amma o ümumi müsahibə ilə tutulmur. Niyə? 28.12-ci maddənin 2-ci hissəsi. Xatırlayırdınız ya bayaqdan. Demədim sizə 2-ci kateqoriyaya aid olan 4-cü təsnifatına uyğun vəzifə necə tutulur? Daxili müsahibə ilə. Bax ona görə bunu istisna kimi verib ki, birdən biz aldanarıq. Elə bilərik ki, ikinci kateqoriyanın 4-cü təsnifatına uyğun vəzifə bu aralığa daxildir axı. Elə bilərik ki, ümumi müsahibə iləndir. Xeyr, daxili müsahibə iləndir. Biz bunu bayaqları 28.12-nin ikinci hissəsində öyrəndik. Bəs mənim gözəl dostlarım, ümumi müsahibədə kimlər iştirak edə bilər? Buradakı dostlardan başqa. Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi istiqaməti üzrə elmlər doktoru, elmi dərəcəsi olan şəxslər dövlət orqanlarında siyasi müvafiq icra hakimiyyəti orqanının, prezidentin müəyyən etdiyi orqan, qurum, Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il staj olan şəxslər inzibati vəzifənin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər. Deyəcəksiniz, ay müəllim, bu necə oldu indi? Biz öyrənmişdik maddə 28-dəki, bəs müsabiqənin də müsahibəsində bunlar iştirak edə bilərdi. Bəli, çox diqqətlə dinləyin məni. Deməli, uşaqlar, elmlər doktoru, elmi dərəcəsi olan şəxslər, bir də bu deyirik müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qrupu, yəni prezident yazmışam sizin üçün. Bilirsiniz ki, Nazirlər Kabinetini prezident müəyyən edir. Bir də ki, yəni Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifələrdə azı 10 il stajı olan şəxslər ümumi müsahibədə iştirak edə bilər. Deməli, elmlər doktoru və elmi dərəcəsi olan şəxslər harda iştirak edəcək? Ümumi müsahibədə. Eyni zamanda Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifələrdə azı 10 il stajı olan şəxslərdə ümumi müsahibədə iştirak edə bilər. Bir dənə də kiçik bir xatırlatma yenə sizin üçün eləyirəm ki, maddə 28-də nə öyrənmişdiniz siz? Maddə 28 nə idi? Müsabiqəni öyrənirik, düzdür? Müsabiqə 2 mərhələdən ibarət idi. Test və müsahibədən ibarət idi. Tez-tez mən sizə sual verirəm dərsdə. Deyirəm, müsabiqənin testindən azad olub birbaşa müsahibəsində iştirak edən kimlərdir? Mənə deyirsə, elmlər doktoru, elmi dərəcəsi olan şəxslər müsahibənin müsahibəsində iştirak edir. Testdən azaddır. Baxın bura. Bax, bax. Maddə 28 daha bu. Həmin şeydir. Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifədə azı 10 il qulluq stajı olan şəxslər, aydın oldu. Bir də bura baxın, yuxarısına. Bax, bir də bura. Elmlər doktoru, elmi dərəcəsi olan şəxslər. 10 il və bu. Keçərəm indi 29-a. Diqqətlə məni dinləyirsiniz. Deməli, mən buradan bu qənaətə gələ bilərəm ki, elmlər doktoru, elmi dərəcəsi olan şəxslər
və Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifədə azı 10 il staj olan şəxslər harda iştirak edə bilər? Bir, ümumi müsahibədə iştirak edə bilər. Bunu bu gün öyrəndiniz. Bir də əvvəl öyrənmişdiniz ki, müsabiqənin müsahibə mərhələsində, yəni testdən azaddılar. Ümid edirəm ki, heç kimə qaranlıq qalmadı. Son dəfə deyirəm sizin üçün, elmlər doktoru, elmi dərəcəsi olan şəxslər, Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifədə azı 10 il staj olan şəxslər iki müsahibədə iştirak edə bilər. Bir, müsabiqənin müsahibə mərhələsində testdən azaddılar olar. Bir də ümumi müsahibədə iştirak edə bilərlər. Keçdik bura. Yenə bu bilirsizdə də sadalamıram ki artıq. İstisnanı qoyun kənara. Bu kateqoriya dövlət orqanında, yəni xətt çəkim sizin üçün. Aha. 4 və 7-ci təsnifata uyğun olan vəzifənin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında ilk növbədə həmin dövlət orqanının inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin üzr istəyirəm. Deməli 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında 4, 5, 6, 7-ci təsnifata uyğun vəzifənin tutulmaq istəyirsə əgər, təsnifatına uyğun olan vəzifənin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında ilk növbədə həmin dövlət orqanında inzibati vəzifədə qulluq keçən və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının habelə bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Keçirilir yox ha, keçirilə bilər. Diqqətlə baxın. Biz bayaq öyrənmədik ki, yuxarıda 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında 4, 5, 6, 7-ci təsnifata uyğun vəzifə necə olurdu? Dedik axı, ümumi müsahibə ilə. Düzdür? İndi burada mənə deyir ki, o deyir daxili müsahibə ilə də ola bilər. Baxmayaraq ki, ümumi olur, o normalda yəni ümumi ilə tutulmalıdır. Amma dövlət orqanının rəhbərinin qərarı əsasında necə ola bilər? Həmin o vəzifənin tutulması ilə bağlı daxili müsahibə keçirilə bilər. Baxın, amma daxili müsahibə keçiriləndə orada kim iştirak edəcək ilk növbədə? Bir dənə bunları diqqətlə oxuyun. Təsnifatlara uyğun olan vəzifənin tutulması məqsədi. Yəni 4, 5, 6, 7-ci təsnifatlara uyğun olan vəzifənin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında ilk növbədə həmin dövlət orqanında inzibati vəzifədə qulluq keçən, axı daxili müsahibədir bu və inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının habelə bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə daxili müsahibə ilə tutulan vəzifələrdə olar. İddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə keçirilə bilər. Şö. Bu təkrar sizə deyirəm. Biraz qarışıq maddədir deyə burada bir şey 2 dəfə təkrarlayıram sizin üçün. 1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanının 4, 5, 6, 7-ci təsnifatına uyğun vəzifənin tutulması ümumi müsahibədir. Nöqtə. Amma daxil də keçirilə bilər. Burada bizə bunu demək istəyir sadəcə. Necə olacaq bu? Dövlət orqanı rəhbərinin qərarı əsasında. Bax yazılıbdır. Aydın oldu. Daxili keçirilə bilər. Daxili müsahibədə nə deməkdir? 28.12-ci maddəni bilmirdiniz siz. Baxırdıq bayaqdan dəfələrlə göstərmişəm. 28.12-ci maddənin ikinci hissəsində qeyd olunan vəzifə daxili müsahibə ilə keçirilir. Və burada mötərizləməyə nə yazıb? İstisna yazıb da. Bunu da bayaqdan yaza gəlib. Biz də bilirik də. Qısa formada deyəcəm bu dəfə. İkinci kateqoriya dövlət orqanının nədir bu? Dördüncü təsnifatına uyğun olan vəzifəsidir. Bu onsuz daxili müsahibə ilə keçirilir. Yəni bu istisnadır. Burada yazmayıb ha, bu daxili müsahibə keçirilməlidir. Keçirilə bilər. Aydın oldu. Ona görə bunu sənə istisna kimi verib. Bax, burada da istisna kimi vermişdi. Bir dənə də xatırladıram sənə. 1, 2, 3, 4, 5-in 4, 5, 6, 7-ci təsnifatına uyğun vəzifəni tutmaq istəyirdinsə, sən bunu ümumi müsahibə ilə tuturdun. Bunun içinə 2-nin 4-cü təsnifatı da daxil idi də. Ona görə sənə yazıb ki, bu istisnadır. Niyə? Çünki bilirsən axı burada qeyd olunan 2-ci kateqoriyanın 4-cü təsnifatına uyğun olan vəzifə daxili müsahibə ilə keçirilir. Ona görə istisnadır. Və burada da sənə demir, ha, daxili müsahibə keçirilməlidir konkret. Xeyr. Deyir, daxili müsahibə keçirilə bilər. Ola bilsin ki, keçirilmədi yəni. Normalda çünki bu vəzifənin tutulması ümumi müsahibə iləndir. Məhz bu vəzifənin tutulması ümumi müsahibə ilə olduğu üçün də sənə bu istisnanı verib ki, bunun söhbətə deyir dəxli yoxdur. Onsuz ikinci kateqoriyanın 4-cü təsnifatına uyğun olan vəzifə onsuz daxili müsahibə ilə keçirilir. Onun başqa yolu yoxdur yəni. Aydın oldu?
Sonra bunu bildik. Müsahibə də bu qanunun 29.4 və 29.9-cu bəndlərinə, yəni aralıqda olan bəndlərə tələbləri nəzərə alınmaqla 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Bunu indi oxuduqca özünüz görəcəksiniz, narahat olmayın. Aşağıda görəcəksiniz. Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, mənim gözəl dostlarım, bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən deyəndə daxili müsahibədən söhbət edir. Aydın oldu? Bax burada deyirik daxili müsahibə keçirilə bilər. Deyərəm ki, bu vəzifə ilə bağlı orqan rəhbəri daxili müsahibə keçirdi. Tutulmadı da vəzifə. Kimsə müraciət eləmədi ya da eləyən oldu, keçən olmadı. Ona görə mənə deyir ki, bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, təkrar deyirəm, ikinci hissəsinə uyğun olaraq daxili müsahibədir. Bax, bu maddənin, yəni ikinci hissəsi buradan söhbət edir. Daxili müsahibə olan yer buradır. Diqqətli olun. Dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında bu qanunun, yəni Dövlət Qulu haqqında qanunun 29.4 və 29.9-cu maddələrinə uyğun olaraq bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan ümumi müsahibə və ya 28-ci maddədə nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər. İncəliyə baxın ha siz. Diqqətli olmaq lazımdır uşaqlar bir balaca. Deməli, bu ayaq mənə deyir ki, dövlət orqanı rəhbərinin qərarı əsasında mən nə edə bilərdim? 1, 2, 3, 4, 5-in 4, 5, 6, 7, 7-ci təsnifatına uyğun olan vəzifəni daxili müsahibə ilə çıxarda bilərdim. Vakant yer kimi, orqan rəhbəri. Və mənə deyir ki, mən bunu elədim. Lakin o vəzifə tutulmadı. Tutulmasa necə olacaq deyir. Yadınızdadsa bu maddənin, baxın, bizə dəqiqə buradan bax bu yox. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan ümumi müsahibə və ya 28-ci maddədə nəzərdə tutulmuş qaydada müsabiqə keçiriləcək. Müsabiqə də bilirsiniz də nədir? Test və müsabiqədən ibarətdir. Qısaca, dövlət orqanı rəhbəri qərar verir ki, həmin bu 1, 2, 3, 4, 5-in 4, 5, 6, 7-ci təsnifatda uyğun olan vakant vəzifə daxili müsahibə ilə keçirilsin. Daxili müsahibə ilə o vəzifə tutulmadıqda həmin yer necə tutulacaq? Ya ümumi müsahibə ilə olacaq, ya da ki, müsabiqə ilə olacaq. Aydın oldu? Bunu mənə demək istəyir. Şö. Deyir, əgər daxili ilə tutulmasa, ya ümumi müsahibə ilə olacaq bu, ya da müsabiqə ilə. Amma 28.12-nin ikinci hissəsində müəyyən edilmiş vəzifə istisnadır. Axı siz onu bilməlisiniz artıq. 28.12-nin ikinci hissəsində müəyyən edilən vəzifə onsuz da daxili müsahibədir. Onun başqa yolu yoxdur. Xatırladıram bir dənə də sizə. 28.12-ci maddənin ikinci hissəsində müəyyən edilən vəzifə hansıdır? 1, 2, 3. Kateqoriya dövlət orqanında 1, 2, 3 təsnifata uyğun vəzifə. Bir də ikinci kateqoriya dövlət orqanının 4-cü təsnifatına uyğun vəzifə. Bunlar necə tutulur? Daxili müsahibə ilə. 28.12-nin ikinci hissəsidir. Ona görə istisnadır. Bir dəqiqə. Deməli, üzr istəyirəm. Aha, bax bura qədər düşünürəm ki, sizə hər bir şey aydın oldu və mən burada qeyd elədiksə siz özünüzdə qeydlər aparın. Dediyim kimi biraz ola bilsin uzun olur bunun izahı, amma əsas odur tam belə mahiyyətli formada başa düşəsiniz. Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir. Bax, nə deyir mənə? Mənə demək istəyir ki, bu maddəyə uyğun, yəni 29-cu maddəyə uyğun olaraq inzibati vəzifənin tutulması müsahibə yolu ilə həyata keçirildikdə qanunvericilikdə müəyyən edilmiş vakant vəzifənin tutulmasının ümumi şərtlərin tələbi gözlənilməlidir. Yəni sən bir vəzifəni ümumi müsahibə yolu ilə tutmaq istəyirsənsə, o vəzifənin özünə məxsus ümumi şərtləri var. Qanunvericiliklə müəyyən edilmiş vakant vəzifənin tutulmasının ümumi şərtləri var. Həmin o ümumi şərtin tələbi gözlənilməlidir, yəni. Aydın oldu? Onu biz necə deyim, görməməzlikdən gələ bilmərik də. Ola bilər ki, sən hansısa bir vəzifəni bayaqdan biz nə deyirik? Deyirik bunu belə tutanmadısa belə eləyirik, elə eləyirik. Ola bilər daxili müsahibə ilə tutula bilməyəni sən ümumi ilə və yaxud da müsabiqə ilə tuta bilərsən, yəni elan verə bilərsən. Amma orada müəyyən olunan ümumi bir şərt var. O şərtə uyğun olmalıdır. Daha sonra baxıram bura.
1, 2, 3, 4, 5-ci kateqoriya dövlət orqanında inzibati vəzifənin 1, 2, 3, 4, 5, 6, 7-ci təsnifatına uyğun olan vəzifənin tutulması məqsədi ilə keçirilən müsahibədən müvəqqətilə keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanırlar. Bunu 28-dən də bilirsiniz də, yəni müsahibədən keçmisiniz, uğurlu namizədsiniz, orqanda saxlanılırsınız ehtiyat kadr kimi, aydındır. Həmin namizədlərin vakant inzibati vəzifəyə təyin olunması, ehtiyat kadr siyasından çıxarılması ilə bağlı məsələlər bu qanunun 28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir. Yəni 28.11-in izahı məndə var. Baxmısınız ona YouTube kanalında böyük bir ehtimal. Özünüz də bilirsiniz. Orada deyir analoji vəzifə falan 5 manat. O deməkdir. Dövlət orqanının ləğvi. Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyasətine daxil edilən şəxs. Çox diqqətli olun ha. Görün nə deyir? Deyir dövlət orqanı ləğv olundu. Daha sonra nə oldu? Dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə bağlı sən ehtiyat kadra daxil oldun. Bax, o ehtiyat kadra daxil olunan şəxs bu qanunun 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanının 29.3-cü maddəsində 2-ci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər. Aydın oldu. Yəni o 29.3-lə 29.4 nə deməkdir? Yəni şərtlərə uyğun olmalısan. Daxili müsahibədə iştirak etmək istəyirsənsə, ümumi müsahibədə iştirak etmək istəyirsənsə, o deməkdir. Bu yerdə bir dənə təkrar sizə deyirəm. Baxın, dövlət orqanınız ləğv oldu. Dövlət qulluqçusunun sayı və ya ştatlar ixtisarı ilə bağlı, yəni say azaldıda сокращение deyirlər də, belə gündəlik söz olaraq desək. Sizi ehtiyata əlavə elədilər. Aydın oldu. Bax, bu zaman ehtiyat kadr siyasətinə daxil edilən şəxs ümumi müsahibədə iştirak edə bilər. Və ehtiyat kadr kimi hansı orqanda saxlanılırsınız da, həmin orqanın da müsahibəsində iştirak edə bilərsiniz. Buna da deyirlər daxili müsahibə. Aydın oldu. 29.4 bu qanunun 29.3-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum din tərəfindən mediada müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir. Yəni vakant yer 29.3-ün ikinci hissəsi deyil istisnadır. Baxın. 29.3-cü maddənin ikinci hissəsində nəzərdə tutulmuş hal istisna. 29.3-ün ikinci hissəsi nədir? Daxili müsahibədə, düzdür? Daxili müsahibədə orqan rəhbərinin qərarı ilə idi axı. O hal istisna olmaq şərti ilə deyir. Bax, diqqətlə baxın, yəni. Müsahibə barədə elan nə vaxt olur? Müvafiq dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, yəni prezidentin yaratdığı qurum DİM tərəfindən mediada müsahibənin keçirilməsi tarixinə bir ay qalmış verilir. Şolar bu vakant yerlər çıxmır. Ondan söhbət edir də. Amma daxili müsahibə deyil istisnadır, yəni. Əgər hansısa bir vəzifəni bir də deyirəm 29.3-ün ikinci hissəsi, birinci hissə ümumini demir ha. Burada bayaq sizə dediyimi bax buralar, bu daxili yeri bildiniz. Deyir bu hal istisna olmaq şərti ilə hansısa dövlət orqanında bir dənə vakant yer var. Həmin vakant yeri dövlət orqanı neyir? DİM-ə deyir. DİM də bir ay qalmış həmin yeri elan edir. Mediada məlumat verilir ki, filan orqanda filan vəzifə vakant yerdir. Aydın oldu? Müsahibənin bu qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış. Həmin dövlət orqanında rəsmi elan olunur. Dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi internet saytına yerləşdirilir. Yəni daxili müsahibə uşaqlar. Aydındır yəqin ki. 29.3-ün ikinci hissəsinə uyğun keçirilməsi barədə, yəni müsahibə bildinizdə 29.3-ün ikinci hissəsi nədir? O daxilini deyir. Dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi tarixinə bir ay qalmış. Harda elan edirlər? Həmin dövlət orqanında rəsmi elan olunur, nazirliyin özündə. Dövlət orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, yəni DİM-in rəsmi internet saytına yerləşdirilir. Aydın oldu ki, yəni filan orqanda daxili müsahibə var. Gəldik çatdıq daha maraqlı bir yerə. 29.5 müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu 2 təsnifat aşağı inzibati vəzifədə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu 2 təsnifat aşağı inzibati vəzifədə qulluq keçmiş şəxslər iştirak edə bilər. Müəllim, bu nə cümlədir? Tutaq ki, mənim gözəl dostlarım, bax bunu da praktiki göstərim gəlin sizə. Tez bazar başa düşəsiniz, baxın.
Ola bilər rekordumuz uzundur, amma əminəm ki, bütün suallarda cavab tapacaq. Ən çox iki təsnifat aşağıda qulluq keçən və yaxud keçmiş. Tutaq ki, bir orqan bir vakant yer verdi. Müsahibə elan elədi. Bu dördüncü təsnifatdır. Yəqin ki, mənə başa düşürsünüz. Bir dənə bizim bir orqan, Maliyyə Nazirliyi bir vakant yer verdi. Verdiyi yerdə dördüncü təsnifata uyğundur. Və sən 7-də işləyirsən. Sən bura müraciət edə bilmərsən. Sən ən çoxu bundan 2 təsnifat aşağıda işləyib müraciət edə bilərsən. O da 6 deməkdir. Yəni dövlət orqanının və yaxud da işləmisən vaxtilə. Dövlət orqanının elan etdiyi o vakant vəzifənin təsnifatı 6-cı təsnifatdırsa, üzr istəyirəm, 4-cü təsnifatdırsa, sən bura müraciət etmək üçün ya 5-də işləməlisən, ən pis halda da 6-da işləməlisən ki, gəlib buna müraciət edə biləsən. Yox, sən 7-də işləyə 4-də müraciət edə bilmərsən. Ona görə sənə orada deyir 2 təsnifat ən çox aşağı. Bir də misal çəkirəm. Tutaq ki, dövlət orqanı bir dənə vakant yer verdi. Verdiyi vakant yer 3-cü təsnifata uyğundur. Və sən 6-da işləyirsən. Sən 6-dan 3-ə müraciət edə bilmərsən bu vəzifəni tutmaq üçün. Sən 5-də işləsən, bəli, eləyə bilərsən. 4-də də işləsən, eləyə bilərsən. Nəyə görə? Çünki ən çoxu 2 təsnifat aşağı deyir də sənə. İşləyirsən, yəni ən çoxu 2 təsnifat aşağı və yaxud da işləmsən. Aydın oldu? Var hamısı maraqlı və incə məqamlardır. Diqqətlə dinləyin. Barələrində intizam tənbihi tətbiq edilmiş dövlət qulluqçuları 6 ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. İntizam tənbihi kiməsə verməyiblər. Həmin dövlət qulluqçusu 6 ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmır. Всё. Bu maddənin birinci hissəsi bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifənin tutulmasına, habelə məhkəmə hakimiyyəti orqanında inzibati vəzifənin 5-7-ci təsdifatına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur. Çox diqqətli olun. Əslində bilirsiniz bunu. Deyir bu maddənin birinci hissəsi bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsi. Da 28.12-ni bayaqdan 5 dəfə demişəm sizə. Oradakı o daxili müsahibədən söhbət eləyir. Yəni o ora şamil olunmur. Bir də məhkəmə hakimiyyəti orqanında inzibati vəzifənin 5, 6, 7-ci təsdifatda uyğun olan vəzifənin həmin orqanda qulluq keçən şəxslərinin iştirakı ilə tutulmasına şamil olunmur. Yəni bu maddənin birinci hissəsi. Bəs müsahibə necə olur? Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən prezidentin müəyyən etdiyi qaydada keçirilir. Hansı orqan vakant yer verməyibdir, müvafiq dövlət orqanı o deməkdir. Onun yaratdığı bir komissiya olur, komissiya tərəfindən keçirilir. Bəs müsahibənin keçirilmə qaydasını kim müəyyən eləyir? Cənab prezidentimiz. Bu qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya, bu qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifənin tutulması ilə bağlı müsahibə zamanı yalnız dövlət orqanının nümayəndəsi daxil edilməklə, bax cümləni təhlil edirəm sizin üçün. 29.6-cı maddədə nəzərdə tutulmuş komissiya, yəni orqanın yaratdığı komissiya, yəni müsahibə komissiyası kimin müəyyən etdiyi qaydada keçirilir? Prezidentin müəyyən etdiyi qaydada keçirilir. Daha sonra onun tutulması ilə bağlı deyir. 28.12. 28.12-ci maddənin ikinci hissəsində müəyyən edilmiş vəzifənin tutulması məqsədilə müsahibə keçirilir. Həmin müsahibə necə müsahibədir, mənim gözəl dostlarım? Daxili müsahibədir, düzdür? Bax, o daxili müsahibədə də həmin dövlət orqanı rəhbərinin nümayəndəsi olur sadəcə. Axı, bu daxili müsahibədir, məncə bilirsiniz də bunu. Düzdür? Biri var müsabiqənin müsahibəsi, biri var ümumi müsahibə, biri var daxili müsahibə. Mənə deyir ki, 28.12-ci maddənin ikinci hissəsi 28.12-nin ikinci hissəsində müəyyən olunan vəzifələr necə tutulurdu? Daxili müsahibə ilə. Həmin o deyir, daxili müsahibə ilə tutulanda orada dövlət orqanı rəhbərinin nümayəndəsi daxil edilir. Düz deyir də. Digər hallarda isə deyir, müsahibədə kim olur? Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, prezidentin yaratdığı qurum, DİM-in bir nəfər nümayəndəsi, bir nəfər müstəqil ekspert, bir də orqanın nümayəndəsi olur. Yəni aydın oldu. 3 nəfər tərkibdən, yəni bir nəfər orqan nümayəndəsi olur normalda. Bir nəfər müstəqil ekspert olur, bir də DİM-in nümayəndəsi. Amma daxili müsahibədə sadəcə orqan nümayəndəsi olur. Bax onu demək istəyir mənə. Müsahibə zamanı hansı bilikləriniz yoxlanılır sizin? Gəlin baxaq. Bilik səviyyəviz, yəni müsahibə zamanı müsahibədə iştirak edən şəxslərin müvafiq vəzifəyə yararlı olub olmamağı necə müəyyən edilir? 1. Bilik səviyyəsi.
peşə hazırlığı, ümumi dünya görüşü, bir də barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanmaqla yararlılığınız müəyyən olunur. Hazırlaşırsınız siz dünya görüşü, nə bilim bilik səviyyəniz, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətlər. Yəni bu adam bu vəzifəyə uyğundur yoxsa yox? Vəzifə təlimatını necə bilir? Aydın oldu? Və bu uşaqlar çox diqqətli olun. Burada bu böldüyüm yerlər var ha. Bunlar hamısı imtahan suallarıdır. Aydın oldu? Deməli, müsahibə zamanı, müsahibədə iştirak edən şəxsin müvafiq vəzifəyə yararlı olub-olmamağı necə müəyyən edilir? Bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünya görüşü, bir də barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyət yoxlanılmaqla. İmtahan sualı yanvar ayının. Müsahibə zamanı hansı göstəricilər nəzərə alınır? Yadda saxlayırsınız. Müsahibə zamanı mənim gözəl dostlarım, iki göstərici nəzərə alınır. Bir, ixtisas dərəcəsi. Bir də müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsil alma. Bir də deyirəm. Müsahibə zamanı nələr nəzərə alınmalıdır? İxtisas dərəcəsi, bir də müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsil alma. Müsahibə nəticəsinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul olunur. Müsahibənin nəticəsinə görə müvafiq inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir. Yəni sən müsahibədən keçdin, neçə balından keçdin, rəqibin balı nə qədərdir? Buna uyğun qərar qəbul olunur ki, vəzifəyə təyin olunasan yoxsa yox. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə istisnanı saxlayırıq. Tutulmadıqda dövlət orqanının rəhbəri həmin vəzifənin müsabiqə əsasında tutulması barədə qərarı əsasında bu qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilir. Çox diqqətli olun uşaqlar. Bir vəzifə düşünün. Bu vəzifə müsahibə nəticəsində tutulmadı. Yəni daxili müsahibədə ola bilər, ümumi də ola bilər. Mənə açıqlamır bunu. Sadəcə deyir ki, bir vəzifə var. Həmin vəzifə deyir, müsahibə nəticəsində tutulmayıbdır. Aydın oldu? Belə olduğu təqdirdə dövlət orqanı rəhbəri həmin vəzifəni neyinir? Müsabiqə əsasında tutulması barədə qərar qəbul edir. Müsabiqə də nədir bilirsiniz də, yəni test imtahanı və müsahibə. Amma halbuki bu vəzifə daxili müsahibə ilə və yaxud da ümumi müsahibə ilə tutulmalı idi. Çünki müsahibə o deməkdir axı, düzdür? Tutulmayanda orqan rəhbəri neyinir? Deyir həmin vəzifə müsabiqə ilə tutulsun. Müsabiqə də nəyə uyğun keçirilir? 28-ci maddəyə uyğun. Bunu bilirsiniz məncə. Və mənə nə yazıb burada? Deyir bu qanunun 28.12-ci maddəsinin 2-ci hissəsində müəyyən edilən vəzifə istisna olmaqla. Niyə uşaqlar? Çünki o vəzifə ancaq daxili müsahibədir. Yəni yalnız daxili müsahibə idi. 28.12. Onunla bağlı müsabiqə keçirilə bilməz. Bunu yadda saxlayın. Bu həmişə istisnadır. Deyəcəksiniz müəllim 28.12-nin ikinci hissəsi nədir? Bayaqdan 4 dəfə demişəm axı onu mən sizə. Nədir bu? Birinci, ikinci, üçüncü kateqoriya dövlət orqanının 1, 2, üçüncü təsnifatına uyğun olan vəzifə, bir də ikinci kateqoriyanın dördüncü təsnifatına uyğun olan vəzifə idi. 28.12-nin ikinci hissəsi bu idi. Bu necə idi? Daxili müsahibə idi. Tutuldu, tutulmadı. Bununki daxildir yəni. Mən onu demək istəyirəm. Uşaqlar son yerə gəldik çatdıq. Xarici ölkədə ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Naziri tərəfindən prezident razılaşdırılmaqla təyin olunur. Çox diqqətli olun. Xarici ölkədə ticarət nümayəndəsi vəzifəsi var idi bizdə, düzdür? Bu adam necə təyin olunur vəzifəyə? Azərbaycan Respublikasının İqtisadiyyat Naziri təyin edir. Amma necə öz başına? Yox. Prezident razılaşdırılmaqla. Yəni prezident ona razılıq verir və cənab İqtisadiyyat naziri də xarici ölkədə ticarət nümayəndəsinin vəzifəyi təyin edir. Bir daha deyirəm, xarici ölkədə ticarət nümayəndəsi vəzifəsi necə olur? Bu adam, yəni bu necə təyin olunur? Rəhbər. Azərbaycan Respublikasının İqtisadiyyat naziri tərəfindən. Özü tək eləmir. Razılıq alır kimdən? Prezidentdən. Və sizə xırda bir dənə də xatırlatma edirəm ki, siz bu maddəni tam ideal mənimsəyəsiniz. Bax burada nə deyirdi sizə? Deyirdi xarici ölkədə ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə keçirməklə və ya qulluqda yüksəliş yolu ilədir. Amma 29.12-nin nəzərə almaqla. Bax indi həmin o 29.12-ni öyrəndik də biz. Aydın oldu? Gördük ki, necədir? Cənab prezidentimizin razılaşdırılır və İqtisadiyyat naziri tərəfindən həmin adam vəzifəyə təyin olunur. Uşaqlar, yerli icra hakimiyyəti orqanı. Bilirsiniz ki, yerli icra hakimiyyətinin başçısı ümumiyyətlə dövlət qulluqçusu deyil. Bu məncə məlum məsələdir. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı prezident administrasiyası razılaşdırmaqla təyin olunur. Hansısa bir yerli icra hakimiyyəti götürək, Bərdə rayon icra hakimiyyətinin başçısının müavini. Bu necə təyin olunur? Mən sizə bunu burada səliqəli formada ayrı bir yazmışam. Həmin o icra başçısı ilə
Prezident administrasiyası razılaşdırılmaqla təyin olunur. Amma Bakı şəhər icra hakimiyyəti istisnadır. Çox diqqətli olun. Niyə istisnadır? Bir dənə bura baxın zəhmət olmasa. Yadda saxlayırsınız. Bakı şəhər icra hakimiyyəti başçısının müavini istisna olmaqla görürsüz. Çünki Bakı şəhər icra hakimiyyəti başçısının müavinliyi prezident təyin edir uşaqlar. Burada administrasiya, razılaşdırma, icra başçısı yoxdur. Bir dənə də deyirəm, diqqətlə qulaq asın. Bakı şəhər icra hakimiyyəti başçısının müavinliyi prezident təyin edir. Bu getdi. Çünki bu da yerli icra içinə daxildir axı. Qalan yerli icra hakimiyyətinin rəhbərlərinin müavinlərini prezident administrasiyası razılaşdırılmaqla yerli icra hakimiyyətinin başçıları təyin edir. Burada da mənə nə deyirdi? Demir yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, yəni həmin icra hakimiyyətinin özü tərəfindən təyin olunur. Amma kim razılaşdırılmalıdır? Prezident administrasiyası. Şu, mən də burada açıqlamışam ki, Bakı istisnadır. Bunu biləsiz yəni. Sabahları Bakı şəhər icra hakimiyyəti başçısının müavini necə təyin olunur desələr, deyəcəksiniz müəllim, Bakının icra başçısının müavinini prezident təyin edir. Amma Bakıdan başqa yerdə qalan icra hakimiyyəti başçılarının müavinlərinin vəzifəsini necə olur, necə təyin olunur? Həmin yerli icra hakimiyyətinin başçısı özü təyin edir. Sadəcə prezident administrasiyasına razılaşdırmaqla. Uşaqlar, ümid edirəm ki, bu maddə sizdə qaranlıq qalmadı. Kimin nə sualı olsa, nə çətinliyi olsa, bax mənim əlaqə nömrəm qeyd olunub. Bilirsiniz necədir? Mən bunun izahını sizə belə qısa da verə bilərdim. Bir şeyi 4-5 dəfə təkrarlamaya da bilərdim. Bir 15 dəqiqəlik izah da çəkə bilərdim. Amma onda qaranlıq qalacaq. Yadınızda saxlayın ki, qanunu ideal öyrənmək istəyirsinizsə, siz onu geniş formada öyrənməlisiniz. Yəni hər nöqtəsinə qədər. Yalandan 15 dəqiqə, 20 dəqiqə mən sizə izah təqdim etsəm, sizə buradan çox şey qaranlıq qalacaq idi. Amma əminəm ki, bu rekorddan sonra sizə heç nə qaranlıq qalmayacaq. Aydın oldu. Sualınız da olduğu təqdirdə əlaqə nömrəm burada qeyd olunubdur. Kimin nə sualı olsa, nə çətinliyi olsa, özü hazırlaşan, hansısa başqa yerdə hazırlaşan tələbə fərqi yoxdur. Çəkinmədən sualını ünvanlaya bilər və yaxud da nəsə bir materialla bağlı, maddə ilə bağlı çətinliyi olan tələbə mütləq şəkildə əlaqə nömrəmə yazsın. Nə kömək lazımdır, mən özüm həmin tələbəyə göstərəcəm. Aydın oldu. Və bu təbii ki, tək qanunvericiliyə aid deyil. Məntiq, informatika Azərbaycan dilinə də aiddir. Çünki bizim müəllimlərimiz də var. Özü hazırlaşan və yaxud da qeyri bir tələbələr nəsə bir çətinlik olsa yazsın. Müəllimlərimizdən xahiş edirik. Tələbələrə əlindən gəldiyi köməkliyi tam təmənnasız göstərirlər. Sınaqdır, materialdır, istiqamətdir, yöndür və s. Hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, maddə 29-u ideal formatda başa düşdünüz. Aydın oldu.